Prosta mən həyatımdakı qadının el geyinməsini istəmirəm. Sənə görə azadlıq nədir və bu cəmiyyətdə necə planlaşdırmalıdır? Məsələn, mənim həyatıma girəcək olan insan mənim aqressiv olduğumu bilib həyatıma girməlidir. Demək, keçən dəfə belə bir video paylaşılmışdı. İkisi də açıq geyinməkdir. Amma bir var açıq geyinmək, elə açıq geyinmək, bir var ki, belə açıq geyinmək. Kişinin kişi öhdəlikləri var, qadının qadın öhdəlikləri var. Mənə bir dəfə yox deyən qadının ikinci dəfə ayağına getmərəm. Salamlar, Dilotanın ilk buraxılışına xoş gəlmisiniz. Bugünkü qonağımız sosial mediada öz reaksiya videoları ilə tanınan Fərəc olacaq. Fərəc, xoş gəlmisən. Sağ olun, xoş gördük. Necəsən? Yaxşıyam belə də. Həyəcanlı istəyirəm sözün düzü. Belə birinci dəfədir hansısa bir kanala belə tam olaraqdan öz fikirlərimlə çıxacağım bir podcast videosuna qatıldığım üçün qəribə istəyirəm. Həyəcanlı istəmirəm əslində baxanda. Çox belə yaxşı olacağını fikirləşirəm. İnşallah yaxşı olacaq. Qəşəng. Qadınların geyimləri haqqında, davranış tərzləri haqqında fikirləri gündəm olub, yəni ki, qadın düşməni adlandırılır. Gəlin bunu onun özündən soruşaq. O həqiqətən də qadın düşmənidirmi və biz bu gün qadınlarla kişilərin, yəni aralarında müzakirə etdiyi və hər zaman mübahisəyə səbəb olan mövzuları bir daha müzakirə eləyəcəyik və onlara cavab tapmağa çalışacağıq. Video keçməzdən öncə kanala abunə olmağı, video like atmağı, şərhləriniz öz fikirlərinizi bildirməyi unutmayın deyirəm. Təkrar xoş gördük. Xoş gəlmisən. Sualları gözləyirəm. Sən mənə dedin ha, görəklə həqiqətən də qadın düşmanıdır. Deyirəm ki, həmişə qadın düşmanıdır. İlk deməli sualım ondan ibarət olacaq ki, sənə görə azadlıq nədir və bu cəmiyyətdə necə planlaşdırmalı? Yəni azad qadın və azad kişi anlayışı nədir? Azad qadın və azad kişi anlayışı nədir? Kişi qadın olaraq da bunu ayırmaq biraz düzgün olmaz mənim fikrimcə. Azadlıq fikri odur ki, məsəl üçün, sən kiminsə fikrinə görə hərəkət eləmirsən, kiminsə dediyi sözə görə hərəkət eləmirsən, məsələn, öz həyatını yaşayırsan, o nə deyər, bu nə deyər düşüncəsi olmadan yaşayırsansa, məncə sən azadsan kifayətdir. Yəni pulla əlaqədar olan bir şey deyil mənim fikrimcə. Bu qadınla kişi arasında deyirsən ki, heç bir fərqi yoxdur, yəni. Heç bir fərqi yoxdur demirəm. Fərqlər necə deyim? Biolojik olaraq da, yəni qadınla kişi fərqli canlılardır da. Başa düşürsən? Yəni heç bir fərqi yoxdur demək biraz səhv olar. Prosta yəni azadlıq baxımından, məsələn, elə bir şey yoxdur ki, məsələn, kişi eləyə bilsin, məsələn, qadın bunu eləyə bilməsin. Sadəcə mentalitet açısından olan bir şeydir ki, qadınların edilməsi məsələn pis olunur. Məsələn, gecə çölə çıxmaq, gecə 12-də məsələn çölə çıxması, bəzi məsələn geribeyinlilər deyim də, pis baxırlardan məsəl üçün. Bəlkə o qadın məsələn işdən gəlir. Hökman deyil ki, ağıllarına pis şey gətirirlər ki, bəlkə pis bir yerdən gəlir. Amma məsələn o işdən də gələ bilər, nə bilim, başqa bir hansısa bir yaxşı bir şeyin də dalına düşə bilər də, başa düşürsən, pis düşünmək lazımdır. Amma mentalitet deyil, təəssüf ki. Bəs səncə sən niyə belə düşünülür ki, cəmiyyətdə sən qadın düşmənisən? Sosial mediada həqiqətən insanlar bunu müzakirə edirlər və sənin hər paylaşımının altında demək olar ki, mən görürəm ki, yəni qadınlar haqqında nəsə zidd fikir olduğu və onların buna reaksiyaları. Niyə belə fikirləşirsən? Problem bilirsən nədir? Mənim videolarımda ümumiyyətlə çox videolarımda, məsələn, reaksiya videosu da demək olar ki, kanalımın bəlkə 70% reaksiya videosu. Mənim videolarımda demək olar ki, belə düşük çox insanlar olur da. Bunun kişisi də olur, qadın da olur. Mən həmin düşük kişiyə nəsə bir şey deyəndə, məsələn, pis hərəkət edən bir kişiyə nəsə deyəndə, mən heç nə yorumlarda nəsə məni pisləmirlər. Deyirlər ki, yaxşı yersən falan deyirlər də. Amma ki, həmin sözü qadına deyəndə, mən yaxşı qadına məsələn pis söz demirəm, amma məsələn yaxşı bir yumor videosu çəkən bir qadındır. Mən ona heç nə demirəm məsəl üçün. Mən deyim, cinsiyyətinə görə demirəm də, başa düşürsən bu sözdə. Mən cinsiyyətinə görə yox da, yəni insanın elədiyi hərəkətə görə fikrimi bildirirəm. Atıram. Məsələn, sahildə məsələn yerə zibil atmısan. Olmaz bunu eləmək. Eynən. Məsələn, bir bunu qadın eləyir. Mən qadına deyirəm ki, bu zibil atır yerə. Bunu eləmək düzgün bir şey deyil. Onların beynində bu siqnal gedir ki, Fərəc bu qadındır deyə buna bu fikir bildirir. Buna görə də Fərəc qadın düşməlidir. Əslində əxlaqsızlıq göstəricisidir. Bizdə niyəsə ancaq namus, qeyrət falan qadının üzərində göstərilir. Yəni qadın ümumiyyətlə amma belə bir düşüncə var ki, əxlaqsızlıqdan danışanda qadının ağlına gələn cəmiyyətin özü əxlaqsızdır. Bəs səncə sənin hansı videondan ilk dəfə, yəni bu fikir onların ağlında formalaşdı ki, yəni həqiqətən belə fikirləşsən? Hansı videom? Mənim fikrimcə elə həmin o podcast videosunun editləri yüzündən olmuşdu. Vallahi. Çünki mənim podcast videom o qədər izlənmədi, amma getdi həmin kəsilən editlər 400.000, 500.000 falan izləndi. Mənim bəlkə də o vaxtda o videom o qədər izlənmir. İzləndi, prosta o qədər də şey deyil də yəni. Bəlkə də kamera başındakılar deyirlər ki, bunlar nə danışırlar, hansı söhbətdə, hansı videodan söhbət gedir. İndi birazdan ona toxunacaq yəqin ki. Aynen. İkinci sualımız və həqiqətən də çox cəmiyyətdə qlobal olan bir mövzudur. Səncə geyim əxlaq ölçüsüdürmü? Ölçüsüdürsə niyə? Ölçüsü deyilsə niyə yox? Bax indi, bu çox geniş bir mövzudur. Aynen. Məsələn, indi geyim var. Məsələn, açıq geyinməkdən gedir də indi söhbət. Açıq geyinmək var, açıq geyinmək var. Məsəl üçün, crop geyinmək. Crop nədir? Məsələn, crop göbəyi açıq bir geyim formasıdır da. Crop geyinməklə obrisin adım deyim. Bikini deyim. Bikini geyinmək arasında fərq var. İkisi də açıq geyinməkdir. Amma bir var açıq geyinmək, elə açıq geyinmək, bir var ki, belə açıq geyinmək. Başa düşürsən? Bu şey
başqa şeydir. Düz deyil yəni ki. Düz deyil, ay sağ ol. Amma crop geyinənə kim nə deyə bilər ki? O normal bir geyimdir. Başa düşürsən? Yəni crop-a pis baxmırsan. Təbii ki, baxmıram. Təsvir olsun ki, yəni bunu belə düşünənlər var, yəni crop geyinilməsin, bu şəkildə davranılsın, şortikdir, məsələn, neçənci əsrdir. Tək burada mən həm də qadınlara aid eləmirəm. Kişilərin özündə belə şort geyinəndə. Yaxşı olar şort geyinir. Sən özün şort geyinirsən? İnsan içində mən ümumiyyətlə yəni yayla qışla ilişən var yerdə bala. Hə, yəni geyinmirsən. Evin içində geyinirəm. Pis də baxmırsan amma ki. Yox, pis baxmıram. Hə, yəni özünə yaraşdırmırsan, amma pis də baxmırsan. Yəni, özümə yaraşdırmıram. Hə, mən özümdə xoşum. Başqalarının işini demirəm. Ona var ki. Amma yəni mən elə fikirləşərdim ki, bura gəlməyənə qədər sən həqiqətən belə fikirləşirsən ki, məsələn, crop geyinməz, hə, və yaxud sən olacağın bir qız crop geyinməz, elə. Məsələn, özünə yaraşdırmadın da okey, şortiki. İndi orası bax elə, oracı başqa məsələdir. Hə. Həyatımdakı qadın başqa qadınlardan fərqlənir də, başa düşürsən yəni. Çünki bilirsən necədir? Başqası Üzr istəyirəm, sözünü kəsirəm. Yəni sən pis baxmırsan, amma başqa biri pis baxar deyə sən istəmirsən ki, yanındakı o tərz geyinsin. Bəli. O çox qəşəng vurğuladı, mükəmməl vurğuladı. Bəzi podkastda bağlayıb gedə bilərik. Crop görmək normalda pis deyil də, yəni mən qadınlarda pis baxmıram. Amma ki, ölkədə o qədər yanıq var ki, bilirəm də, yəni çünki görmüşəm, tanımışam da çoxun. Buna görə də yəni şərq millətidir də. Bəli, mən yanımda yəni sevgilim falan olsa, yəni crop geyinməyə normalda pis baxmıram, ancaq sevgilimin crop geyinməsini istəmərəm. Çünki istəmirəm ki, onlar mənim sevgilimə o gözlə baxsınlar da, başa düşürsən yəni. Hətta geyinsə də geyinməsə zaten o gözlə baxan zaten baxacaq da. Prosta mən həyatımdakı qadının el geyinməsini istəmərəm. İndi gəlib deyəcəklər ki, sən o qadının geyimindən niyə qarışırsan falan filan. O qadının zaten öz seçimidir. Mənim yanımda olubsa zaten bunu bilib həyatıma girir. Mən sonradan ona qadağa qoymuram. Aynən. Amma məncə bir yer olmalıdır ki, məsələn, sən əvvəl onu elə görmüsən, bəyənmisən amma həmin qızı. Hə, ondan sonra artıq münasibətdəsiz və sən indi məsələn orada deməlisənmi və yaxud deməməlisən, yenə onun fikrinə hörmətlə razılaşmalısan. Bu məsələ də var. İndi belə bir söhbət var ki, əgər insan sənin həyatına girəndə necə idisə, sən sonradan onu dəyişdirə bilmərsən. Məsələn, sən onu görübsən bir yerdə, məsəl üçün, atıramda, məsələn, açıq geyinən bir vəziyyətdə, sən deyibsən ki, bu qız qəşəngdir, mən bundan sevgili olmaq istəyirəm. Sən o düşüncədə olmamalısan ki, mən bundan sevgili olandan sonra mən bunu dəyişdirərəm, mən bunu hicaba salaram, atıram. Elə şey olmamalıdır. Qardaş, sən bunu necə görübsənsə, onun həyatını elə qəbul edib həyatına almalısan. Məsələn, mən çöldən birinizi görürəm, indi bilmirəm, mən mənfi nə xüsusiyyəti var, məsəl üçün, çox şeyəm. Aqressivəm. Deyiləm də, atrafda aqressivəm. Məsələn, mənim həyatıma girəcək olan insan, mənim aqressiv olduğumu bilib həyatıma girməlidir. Məni düzəltməyə çalışmamalıdır. Düzəltməyə çalışmaq normalda pis bir şey deyil. Prosta pis vərdişlər falan düzəltməyə çalışmaq okey bir şeydir. Amma xassiyyəti dəyişə bilmərsən. Aynən. Müəyyən mənada güzəştlər məncə olmalıdır. Çünki bu deyilir çəkiş, bərkişlik, nəsə belə bir şey var, misal var. Çəkişməsən, bərkişməsən yəni ki. Və o mənada, həqiqətən, yəni o mənada ki, məsələn, yoğrulsun, normal münasibət alsın. Hə, dəyişmək o başqa bir şeydir. Amma müəyyən şeylər güzəştə eləmək, məsələn, onun da səndə gördüyü bir şey varsa, sənin də onda gördüyün bir şey varsa, əlbəttə ki, bu sağlam münasibətə yol açır. Oca bilirsən nə deyir? Siz bir-birinizi sevirsiniz deyə, bir-birinizə qarşılıqlı hörmət edirsiniz. Ona görə də bir-birinizin fikirlərinə hörmət edirsiniz. Bu da son dərəcə normal bir şeydir. Yəni münasibətdə olması gərəkən bir şeydir. Yəni bu olmayan münasibət, yəni keyfiyyətli münasibət deyildir. Çox da zaten çəkməz. Fərəc, ağlamısan? Nə mənada? Harda? Çox geniş bir sual verdi. Yəni ağlamısan. Çoxunda da ağlamışam, hə. Yəni harda ağlamışam, niyə ağlamışam? O mənada yox. Yəni indinin özündə fərqi yoxdur. Bu məsələlərə yəni xatırlayırsan. Yox, bu məsələ ümumiyyətlə aidiyyəti yoxdur. Sadəcə, yəni bu mövzudan kənar sualdır. Niyə belə bir sual verirsən ki, başqa? İndi deyəcəm, yəni sən də son dəfə nə vaxt xatırlayırsan? Səncə kişilərin ağlamağı cəmiyyətdə emosional gücsüzlük göstəricisidir, yoxsa onun özünü olduğu kimi ifadə etmə bacarığıdır? Yox, emosional gücsüzlük göstəricisidir. Həqiqətən. Bəli. Niyə? Kişilərin, yəni daha doğrusu belə açıq, aydın insanların qabağında ağlamasından gəlir söhbət. Belə bir tabu var ki, yəni kişilər ağlamaz. Kişilər ağlamaz, bəli, o söhbət var. Bilirsən necədir? Yəni sən nə qədər qəbul eləməsən belə, yəni qarşıdakı insan, məsələn, qarşı cinsi nəzərdə tuturam da, indi başqaları çox da şey deyil. Məsələn, qarşı cins məsələn baxıb deyəcək ki, bu nədir? Cəmaətin qabağında ağlayır, nə bilim, çox zəifdir, başa düşürsən? Yəni ağlamaq nədir ki falan. Duyğularını düzgün ifadə eləyir də, niyə ki? Prosta insan üçün eləməməlidir onu. Sən kişisən, sadəcə. Baxın necə ağlamaq. İndi oturum məsələn, hə yaslanmaq. O başqa söhbət, amma məsələn, normal kövrəlməyi və yaxud necəsə. Ab kövrəlmək ağlamaq deyil mənim fikrimdə. Bəs niyə belə deyirlər ki, məsələn, qız kimi ağlayırsan? Bu əslində düzgün ifadə deyil, alçaldılmaq da əslində. Onun səbəbi bilirsən nədir? Çünki qadınları cəmiyyətdə belə incə bir varlıq olaraqdan şeylərdə düşüncəyə gətirirlər də və o incəlik ağlayanda məsəl üçün. Əslində qəşəng bu aspektdən baxanda gözəl görünür. O incəlik kişilərə yaraşdırılmır. Deyirsən o elə olmamalısan. Çünki sən kişisənsə sərt olmalısan və incəlik qadına aid olan bir şeydir və sən özü qadın kimi aparma. Yaxşı mövzuya toxundun. Ümumiyyətlə son günümüzdə qızlardan 3 qızı
dindirsən, ikisi deyəcək ki, feminen oğlanlar artır. Bildin nə deyirəm? Qız kimi görünən, eri ruhda olan qızlar, özü hər şeyin arxasınca qaçan, özünü ifadə eləməyə çalışan ki, bunu məncə səbəbkarı oğlanlardır. Yəni bu o demək deyildi ki, yəni kişilər gəlsin belə olsun, prenses erkolarda glosumu verim. Yəni bu məsələ var axı. Yaxşı, başa düşdüm sən nə demək istəyirsən. Bu çabalamaq söhbətindən gedir söhbət. Aynen. Məsələn, qadın bilsən nə deyir? Bəzi qadınlardan gedir söhbət, hamısına aid deyil təbii ki. İndi get mən yenə edit edib atarsın sonra. Nəysə, söhbət bilsin nədən gedir? Məsəl üçün, deyir ki, mən ona yox dedim, mən ona gəlmə dedim, o da gəlmədi. Bu nə deməkdir? Kişilərdə qızdaşma gedir. Abi bu qızdaşmaq deyil, bu özünə hörmətdir. Mən də şəxsən, məsələn, mən kimsə mənə deyə bilməz ki, sən şeysən. Nə deyirlər? Sən bayaq dedin ha. Feminen, prenses erkek məsələn. Kimsə gəlib mənə deyə bilməz. Amma ki, mənə bir dəfə yox deyən qadının ikinci dəfə ayağına getmərəm. Bu özünə hörmətdir. Bu özünə hörmətdir. Sən öncə özünə hörmətsizlik deyirsən. Sən sevmirsən də onda yəni. Sən yox deyən bir insanın dalına düşürsənsə, zaten o insan səni istəmir. İstəsə eləcə birinci dəfə yox deməzdi. Qızlar yox deyəndə demək deyil ki, yəni sən də burada inkar elədin haqqında, başa düşdün necə? Zaten sənə yox deyən qız, qadın deyim daha doğrusu. Zaten səni başdan istəmirdi. Əgər istəsəydi səni itirmək qorxusu üzündən sənə yox deməzdi. Sən baxır necə yox. Münasibət içərisində çox haqlısan. Münasibət içərisində məsələn yox deyirsən, məsələn gəlmə demək, gedərsən, alma demək, alarsan. Münasibət içində sən çünki bilirsən, o qız sən sevirsən, bəs sən bu səndən dedikləri əks mütənasibdir. Daha başa düşürsən yəni. Amma ki, hələ münasibətə girməmişdən əvvəl sən ona təklif edirsənsə və yox deyirsə və yaxud da ki, nəsə başqa bir şey naz eləmiş ola bilər. Girək kofe içək deyirsə, yox deyirsə falan filan, o səni istəmir deməkdir. Münasibətə girməmişdən əvvəl naz eləmək məncə çox məntiqsiz bir şeydir. Məncə istənilən oğlanın istəyib əldə etməyəcəyi bir qız yoxdur. Çox səhv bir düşüncədir mənim fikrimdə. Çox səhv həqiqətən yoxdur. Sadəcə hər qızdan qıza dəyişir. Məsələ odur. İstəyirlər ki, hər koşulda məsələn onun yanında olacaq biri olsun. Zaten onu mən eləyəcəmsə, məsələn deyirsən, qız əgər özü ayaq üzərində durarsa və s. bu pis bir şey deyil. Mən də belə oluram. Mən də belə fikirləşirəm, onsuz da. Amma ki, yəni bu artıq onu gördükcə ki, məsələn özü eləyir və qarşı tərəfdən heç nə görmür. O da düzgün deyil axı. Bir dəqiqə. Sən öncə söhbəti başqa yerə yozursan axı. Bu söhbət o söhbət deyil. Odur. O söhbət deyil. Sən demək istəyirsən ki, birinci yerində istinad elədiyim mövzu əslində bu idi. Mən indi bu haqqda danışıram. Sən demək istəyirsən ki, qadın çabalayır, kişi heç nə eləmir deməyə çalışırsan. Eləmir. Əgər qadın çabalayır, kişi heç nə eləmirsə, zaten o münasibətin də başını bırax. Çünki həmin çaba da qarşılıqlı olmalıdır. Münasibət əslində dəyişkəndir. Məsələn, insana ola bilər dəyişsin. Bir məsələ də var. Məsələn, mən qarşımdakını yaxşı tanıyıram. O nə edəcəyini bilirəm. Buna rəğmən mən qarşı tərəfi məsələn alçaldaraq demək istəyirəmsə yox, o ayrı söhbətdir. Amma mən bilirəm ki, məsələn, o buna razı olacaq, o bunu eləyəcək. Onda deyirəmsə yox, artıq onda bilirəmdir də. Yəni başa düşdün nə demək istəyirəm? Mən sizə başa düşdüm, məsələn demək istəyirsən. Əslində postu biz sizin beyninizin içini bilmirik. İşte başa düşsən, sənin yoxundan başqasının verdiyi, yox. Tapdım cavabı, düz deyirsən. Sənin yoxundan başqasının verdiyi həqiqi yoxu biz necə ayırd eləyəcəyik? Başa düşmürsən, amma başa düşməyə niyə çalışmırsan? Mövzu sənlə mən deyil burada. Yəni mən elbi qadınlar adından çıxış eləyirəm. Sən də öz fikirlərinin olan bir oğlan adından çıxış eləyirsən. Sadəcə obyektiv olmağa çalışıram ki, məsələn heç kimin fikri yarda qalmasın. Demək, keçən dəfə belə bir video paylaşılmışdı TikTokda. Mən bunu gördüm və bu haqqda video çəkib paylaşdım. Oğlan çəkmişdi ki, indiki qızların ancaq fikri maddiyyatdır, puldur. Ay oğlan bunu eləsin, ay oğlan bunu eləməlidir. Məsələn, bu haqqda fikirlərinə. Elə qadınlar var bu arada. Sadəcə kişinin puluna baxan qadınlar var. Hamısı elə deyil təbii ki, elələri var. Yəni bu dediyim var şeylər ofansif yanaşırlar. Bilirsən necədir izləyicilər? Mən dedim ki, ağzıma qadın söz çıxır ha. Zübül, Fərat şey dedi. Fərat qadın sözü işlət. Pula baxmayan qızlar da var da. Yəni sırf sadiqliyə, sevgiyə baxan qız da var. Amma ki günümüz şərtlərində yəni elədikləri çox da səhvmiş kimi gəlmir. Çünki yəni pulu olmayan oğlanı anası belə sevməz. Bu oğlan olaraqdan bunu deyirəm zaten. Yəni çünki bu reallıqdır. Yəni sən bir kişi olaraqdan əgər pul qazana bilmirsənsə, sənin sevgindən nə olacaq? Belə pis çıxmasın. 90-cı illərdə yaşamırıq. Amma ki bunun həddindən artıq məsəl üçün deyirlər ki, qayda qoyuraq qardaş. Sənin 3 dənə maşının olmalıdır, 2 dənə evin olmalıdır, Maldivlərdə yatağın olmalıdır, nəyin olmalıdır. O qız sırf pula baxır. Da başa sən sevgini zanına lazımdır, sırf pula baxır. Bəs özünün də varsa, məsələn onun qarşılığında, məsələn elə bir həyatı görmüş qızdırsa və onu tələb eləyirsə, yəni sırf sənə görə yox da, yəni o həyatı görüb, onu istəyir. İstəsin, o da onu öz seçimidir də yəni. Çünki məsələn keçən və bunu paylaşanda bir oğlan da şərh yazmışdı ki, ola bilməz ki, məsələn maddiyyat eyni olsun. Məsələn kişi də həmin qədər qazansın, qadın da məsələn o mövzuda var. Ola bilər, niyə də olmaz ki? Çünki yəni amma bir yerdə o fikir kəskin, məsələn ciddi ala bilmirsən məsələn onu. Ciddi ala bilmirsən deyəndə ki, mən də son dərəcədə normal bir şey atıram da indi Azərbaycan koşullarına görə 1000-1500 nə qədər neçə dolanarsan ikisi bir yerdə. 3-4 milyar dolar alırsan ayda.
Azərbaycanda, indiki günümüzdə normal polnu dolanlarsa normal 3000 yaşlar. 3000 yaşlar. Məsəl üçün 1500 oğlan qazanır, 1500 qadın qazanır məsəl üçün. Yəni bir pulların bir yerə yığılırlar. Məsəl üçün özləri üçün yaşayırlar. Sırf bir-birlərini sevirlər deyə başa düşürsən, yüksək şeyə ehtiyacları olmur da başa düşürsən. Deyirlər ki, mən bundan xoşbəxtəm. O da var ha. O okey bir şeydir də yəni. Yoxsa deyir ki, qardaş 1500 qazanıram. Mən lazımdır ki, mən 4000-5000 qazanan adam lazımdır ki, mənə məndən gəlsin evlənsin. O şey biraz nə bilim, biraz bəs ev işləri görsən. Yəni hə, tək qaldığımı nəzərə alaraqdan məndən başqa kim bilir? Yəni sual da o idi ki, qadınla kişi eyni qədər qazanırsa, kişinin qadının burada ev işləri bölgüsü eyni olmalıdırmı? Yoxsa kişilər məsələn daha çox qazananda qadınlar mı onu görməlidir? Yəni ev işləri bu maddiyyat mövzusunda necə? Bax indi bu çox qəşəng bir sualdır, xoşuma gəldi həqiqətən. Əgər məsəl üçün qadın da evdə 9-da çıxır, 6-da gəlir, kişi də 9-da çıxır, 6-da gəlir. Prosto indi burada belə bir şey var da. Kişinin kişi öhdəlikləri var, qadının qadın öhdəlikləri var. Məsələn, kişi məsəl üçün evdə məsələn kişinin eləyə biləcəyi hansısa bir işləmə. Məsələn, hansısa bir texniki problemdir. Məsələn, nəyisə açmaqdır, düzəltməkdir. Məsələn, onu kişi eləyəcək də, başa düşürsən? Amma ki, əgər qadın da eyni saat işləyirsə, qadın da yorulur da, başa düşürsən yəni. Məsələn, bütün ev işlərinin qadına dayanmaq olmaz orada mənim fikrimdə. Məsələn, sən yerindən durdun, yeri yığ qardaş, yeməyi yedin, yeməyi qabı apar qoy. Ya da nə bilim, okey, qabları yumağı falan okey, qadın həll eləyə bilər də, başa düşürsən yəni. Arada bir kömək eləyə bilərsən, yəni ölmərsən də qardaş, yəni burada bir hökmən elə bir qanun yoxdur ki, hökmən qadın eləməlidir. Əgər siz ikiniz də yəni eyni saat qədər işləyirsə, eyni saat qədər yorulursunuzsa, yəni sən həyat yoldaşına niyə kömək eləyəməsin? Məncə bu videodan sonra sənin cəmaatın fikri dəyişəcək. Bu videoya inşallah çox adam baxar, bilmirəm. Və mən takipçilərim mən necə biri olduğumu bilirlər. Mənə qadın düşmanı deyən insanlar, məni TikTokdan tanıyan insanlar, mən real takipçilərim məni elə adlandırmırlar. Gəldik də oradan sənin həmin videona. O videoda bildirmək istədiyin əsas fikir nə idi? Yəni sən həqiqətən də qadınlar haqqında olan videon var idi da ki, bundan sonra daha çox insanlar səninlə bu barədə fikirləşdilər. Orada bildirmək istədiyin əsas fikir nə idi? Nə ifadə eləmək istəyirdin? Qısa şəkildə necə ifadə edə bilərsən? Mən o videoda deyirəm ki, mənim həyatıma alacağım qadın açıq geyinməməlidir. Açıq geyinirsə özünü başqasına göstərmək istəyir. Bu söz insanlara dəyib. Ancaq kəsitlərdə bilirsən necə paylaşıblar? Qadın açıq geyinməməlidir. Əgər açıq geyinirsə özünü başqasına göstərmək istəyir. Başdakı mənim həyatıma aldığım qadın sözünü götürməyiblər. O görə insanlar məni səhvlənir. Bəlkə də o sözü eşitsəydilər, elə tanımazdılar. Çünki o sözü eşitmirlər. Sən belə bunu birinci dəfə eşidirsən məncə sözü. İlk dəfə eşidirəm bu arada. Bəli, çünki insanlar da elə fikirləşir. O editi mən çoxdan heç sənin videona baxmamışdan əvvəl görmüşdüm. Avqust ayı falan idi. Hə, yay idi, bilirəm. Buna görə də yəni insanlar linsləməyə, dəstək çıxmaqdansa linsləməyə daha çox yatkındırlar. Deyirlər ki, camaat bunu söyür, mən də bir palka bunu söyürəm. Başa düşürsən? O dərddədirlər. Normal o videonun tamamında yəni mən deyirəm ki, həyatıma aldığım qadın açıq geyinməsin. Əgər açıq geyinirsə, başqasının özünü göstərməyə çalışır ki, bu fikrimdə biraz aydınlıq gətirim. Məsəl üçün bu nə deməkdir? Sənin həyatında bir necə deyim, biri varsa əgər bu kişiyə də aiddir, qadına da aiddir də. Sən özünü başqa bir qarşı cinsə göstərməməlisən mənim fikrim. Çünki sənin artıq həyatında bir insan var da. O səni elə qəbul eləyibsə, məsələn o formada belə qəbul eləyənlər var ki, cəmiyyət avropalaşıb da. Burada çox olmazsa xaricdə var. Yəni xaricdəkilərin ümumiyyətlə ailə anlayışı, ailə modeli bizim cəmiyyətdən tamamilə fərqlidir və onlar bunu qəbul eləyirlər. Çox rahatdılar. Burada səbirən söz deyim. Çox abartılır bu arada. Xaricilərin çox açıq geyinir falan. Onlar da belədir. Bizdə elə söhbəti. Bu arada var ha. Xaricilərdə də bu söhbət şeydir. Aktivdir bu arada. Elələri var. Onlar sadəcə şeydir. Yalandan sevgilidirlər. Başda 2 gün gəzəcəklər, buraxacaqlar da. Başda onlar o tip sevgilidirlər. Amma ailə olanlardan da var. İndi ad çəkə bilmirəm həqiqətən. Ola bilər abi. Çünki insandır da, insan mincürdür. Hər cür insan ola bilər. Blogerlərimizdən belə olan var idi ailəli. Çox illərin ailəlisidir. Yəni ki, o formada paylaşım eləmişdi və qadın blogerlərdən idi, hə. O şəkildə onu linçləmişdilər çox. Amma həyat yoldaşı yanında durdu, dedi mən onun arxasındayım. Çünki mən ona güvənirəm. O mentalitet fikridir. O onun fikridir. Onun yoldaşı pis baxmırsa, okey, yoldaşı pis baxmır. O onun fikridir. Yəni yoldaşı yaxşı baxırsa buna heç bir problem yoxdur. Yəni ona heç kim heç nə deyə bilməz. Bəs bizim cəmiyyətdə bir digər sualım olacaq ki, ayrı yaşamağa necə baxırsan? Qadınların əsasən də qadınların ayrı yaşamağı. Məsələn, çox linçlənərdə ki, Bir dəqiqə, qadınların necə yəni ayrı yaşamağı? Ailə evindən ayrı yaşamağı, tək yaşamağı. Evli olmadan? Evli olmadan. Fikirlər çoxdur da. Yəni elə baxdın ki, elə bildim həqiqətən mən özümdən çıxartmışam bu fikri. Valla elə düşüncələr ola bilər, elə düşüncələr ola bilər. Bəlkə ola bilər sən ailənlə anlaşmırsan, ya da ki, bəlkə ola bilər ki, sən kifayət qədər artıq pul qazanırsan və deyirsən ki, mənim öz evim olsun və rahat yaşayım demək istəyirsən yəni. Yəni kifayət qədər pulun varsa, yəni
öz evə Niyə niyə baxılır rahat, ki, bəs? niyə rahat yaşaya bilməsin? Çünki sən bilirsən, problem bilirsən nədir? Çünki ailən yanında olmayacaq deyə sən nəzarət eləyən bir insan olmayacaq. O cə fikirləşir, sən nəzarətsiz olsan, sən 1000 dənə oqqaran çıxarsan deyə fikirləşirlər. Ay sağ ol. Məsələ də odur. Səncə oğlanlar, möhtəşəm sual, güclü olan qızlardan qorxurlarmı? Oğlanın maddi vəziyyəti həmin qadının maddi vəziyyətindən aşağıdırsa, oğlan özün şeysə, yetərsiz hiss edir də, başa düşürsən. Çünki oğlan elə olmaq istəyir ki, yəni bu keçmişdən gəlib də bizim millətə, başa düşürsən. Evdə şey başçı olmaq istəyir də, başa düşürsən. Evdə başçı olmaq istəyir ki, mənim sözüm keçsin, o söhbət var, Oğlan başa söz düşürsən. keçməlidir ki. Elə fikirləşirlər deyə. Yəni normalda bəlkə də əgər sevgi çox güclü olmasa o münasibətdə, kimin pulu çoxsa zaten onun sözü keçəcək. Zaten reallıq budur. Yəni heç kəs bunu inkar edə bilməz. Ona görə də kişilər pulu daha çox olandan biraz uzaqlaşırlar ki, bu mənim başımı deşər, bu mən şey eləyər, əli altına alar ya da nə bilim mənim düşüncə özgürlüyüm olmaz kimi fikirləşirlər. Sən elə fikirləşsən? Mən özümdən çox qazanan biri ilə bir yerdə olaram, olaram, niyə də olmayım? Səmimi. Elə fikirləşərsən ki, yox, yəni bu məni saymayacaq, bunun tabe olmaz mənə. O mən saymayacaqsa zaten mənim həyatıma girməz. Yəni mən rahat bir şəkildə birinlə evlənmərəm də, yəni xeyli tanıyıram da ondan. Məsələn, insanı tanımaq olmur ki, indi. Məsələn, ailə həyatı qurdum 5-10 il sonra. 5-10 il də abartmayım. Da 1 ilə həqiqi məlum olur da. Məncə hər şeyin çarəsi var da. Yəni məncə bir yerdə ortaq nöqtəyə gəlmək olar məncə. Artıq məsələn insanların münasibətləri o qədər dəyişib ki, bilmirsən də kimə necə davranmaq lazımdır. Reaksiya videolar bildirirsən, düz sarır, məsələn, danışığın maraqlıdır. Sən daha rahat deyirəm tutuzdurmusan da. Sən xəbərin var ki, mən neçə ildir YouTube-dayam? Yox, əslində. 2018-ci ildən bəri mən bu YouTube-da əziyyət çəkirəm və son 1 ildir izlənməyə başlamışam. Səncə rahat bir şəkildə tutuzdurmuşam? Yox. Sən mən ümumiyyətlə çöldə video çəkmişəm bilmirsən. Mən çöldə video çəkmişəm. Demək istəmirdim. Əziyyəti heç maşalamaq istəmirəm. Çünki mən çox sosial şəbəkədə varam. Sən elə bil sırf YouTube-a köklənmisən deyə YouTube qabağa gedib. Həm orada varam, həm burada varam. Əziyyət anlayışının fərqli olduğunu çox yaxşı başa düşürəm. Hər tərzdən videom var mənim, yəni. Fərqli kontentlər bəslənməyə çalışmışam da, yəni ki. Onların əziyyətli olduğunu başa düşürəm. Sən hardan ağlına gəldi ki, məsələn, mən reaksiya videoları çəksəm ki, bunu eləyirdilər bizdə. Reaksiya videoları məncə bizdə yox idi da. Söhbət fırlatdın. Sən belə şeylərdən danışmırdın axı. Mən orada başa düşdüm axı sən deyirsən 2018-də mən video çəkirəm. 2018-də çəkdiyim videolar nə idi? Sonradan məsələn reaksiya videoları necə başladın çəkməyə? Yaxşı. Sən deyirsən ki, evdə oturub çəkilən videoların əziyyəti yoxdur deyirsən, yo? Bunu deyirsən, yo? Editdə var. Baxır nədə var da. Məsələn, mən çıxıram, çölə çıxıram. Bir şey sınayıram, reaksiya verməyə çalışıram. Okay. Yəni ümumi mesaj ötürməyə çalışıram. Bax, bunun əziyyəti daha çoxdur. Amma sən oturdun, məsələn, mən açdım videonu, təpki verirəm. Bunu öz fikrim paylaşıram. Okay. Burada əziyyət yoxdur. Hə, sonradan əziyyət ola bilər. Məsələn, sən o paylaşımların statistika barəsi və s. onlar tam ayrı şeylərdir. Yəni əziyyət biraz dəyişir də, nisbi anlayışdır. Okay. Sən indi bir dənə söz deyim. O sən dediyin tipdə video var. Getdim harasa nəsə sınadım, elədim. Hə. Həmin tipdə bir dənə YouTuber göstər. At çəkməyəcəm, amma yaxşı, var. Başa düşdüm. Nə vaxtdan bir video atır? 2 həftə, 3 həftə. Ən çoxu həftədə 1. Amma ki, o da ona gələnə qədər videolar paylaşıb, yəni səni kimi atmağa çalışıb, ən azından ki, oralarda olsun. O da var axı. Heç kəs gündə video atmayıb. Heç kəs hər gün video atmayıb. Hamının nə videosu ilə tutuzdurduğun, mən videolar qisminə girib, populyar qisminə baxanda mən görürəm ki, hamı nə videosu ilə tutuzdurub. Amma indi daha çətindir. İndi rəqabət var. İndi hamı hər videoya baxmır. Söhbət ona gəlir ki, sən desən reaksiya videosunu çəkmək daha rahatdır. Okay, razıyam səndən. Çöldə çəkilən videodan sonra reaksiya videosu çəkmək daha rahatdır. Amma ki, sən gedib hər gün çöldə video çəkmirsən. Sən o bir dənə videonu çəkirsən, 5 gün evdə oturursan. Bir gün çəkdin. Düzdür. 3 saat, 4 saat onu editlədin, qalanı boşsan. Mən 7 günün 7-sində video çəkirəm və onu editləyirəmsə, sən gəlib mənə deyə bilmərsən ki, sən əziyyət çəkmirsən. Əgər bir video üzərindən götürürsə, sadəcə bir video, düz deyirsən, o videonu çəkmək daha çətindir və daha editləmək çətindir bu arada. Reaksiya videosunu çəkmək, editləmək daha çətindir, onu deyim bu başdan. Amma reaksiya videosunu çəkmək daha asandır. Amma ki, mən bir dənə reaksiya videosu atıb 2 həftədən sonra bir dənə video atmıram. Mən hər gün video atıram. Mən onların shortslarını çıxardıram. Mən TikToka da atıram, Instagrama da atıram, hamıya kalp atıram. Sonra nə bilim, çox şey edirəm də başa düşürsən, yəni bu Burada bir məsələ də var ki, sən özün çəkdiyin videonun asanlığının fərqindəsən deyə onu hər gün ata bilirsən. Amma həmin adam o bilir ki, mənim çəkdiyim əziyyət bu videoda daha çoxdur. Mən bunu hər dəfə o şəkildə eləsəm, mən nələr çox vaxt alır, o da ümumiyyətlə əziyyətlidir. Amma onda eləmirlər. Çox vaxt eləmirlər. Onda çox vaxt alırsa, sən bunu elə, sən məni əz ki, mən hər gün video atıram, ancaq belə video atıram. Edit məsələsi həqiqətən məsələn, mən videonu yarım saat çəkirəmsə, onun editinə ən azı 2 saat, 3 saat vaxt gedir. Editini ayrı belirsən, shortsunu ayrı editləyirsən. Shortsu editləmək deməsən, videonu editləmək 2 saat çəkir, shortsunu editləmək bir yarım saat çəkir onunla yəni. Hamısı birdən.
sahənin içindəyəm. Sənin ifadə eləməyə ehtiyac yoxdur. Başa düşürəm ki, sən nə deməyə çalışırsan zaten. Ki zaten belə də bir şey var ki, yəni deyirsən ki, mən niyə çöldə video çəkmirsən falan filan. Mənim çöldə video çəkəcək adamım yoxdur. Mənim kameramı kim tutacaq? Mənim yanımda kim olacaq? İstəmirəm yad birinin yanıma çəkmək. Onlarla video çəkməm mənə maraqlı gəlir. İstəmirəm başqası gəlsin videoma. Amma çəksəm çəkərəm yəni. Bu arada sən bilən söz deyim, çöldə video çəkmək məncə o qədər əziyyətli bir şey deyil mənim üçün. Çünki çəkmişəm və ona əsasən danışıram. O qədər əziyyətli bir şey deyil. Sən Düz əylənirsən tük abi. Çöldə video çəkən çox əylənirsən. YouTube elədir ki, YouTube'da düzənli olaraqdan video çəkməlisən və biraz video buraxdın, düşürsən. Çünki statistika çox düşür. Yəni bir dəfə qırıldısa, onu bir də qaldırmaq çox çətindir. Son olaraq özün gənclərə nə tövsiyələr vermək istəyirsən? Elə qızlara ola bilər, oğlanlara ola bilər. Yəni ağıllı olun, məqsədiniz olsun. Məqsədi olmayan bir insan dümənsiz bir gəmiyə bənzər. Əxlaqlı olun, tərbiyəli olun. Başqa internetdə gördüyünüz hər şeyə inanmayın. Bu qədər. Başqa heç nə demirəm zaten. Mənim kanalıma baxanda zaten dediklərim hamısını yaxşı bilir. Motivasiyalı olun. Yəni motivasiyadan əlavə, yəni şey olmaq lazımdır. Disiplin. Disiplin ISO. Motivasiyadan əlavə disiplinli olun, bəli. Disiplin hər şeydir. Məsələn mən disiplinli olmasaydım məsələn, indi bu hala gəlməzdim məsələn. Çünki neçədən uzun video çəkmişəm. Gözə bir dəqiqə 365 gün var da ildə yox. Rahat bir 300-dən falan video çəkmişəmdir, uzun video. Çox həqiqətən təqdir olunan haldır. Yəni yay ayı hər gün video atırdım. Nələr bir dururdum, video çəkirdim, videonu editləyirdim. Dururdum, video çəkirdim, video editləyirdim. Çox sağ ol gəldiyinə görə. Təşəkkür edirəm. Yəni inşallah bundan sonra mənə qarşı fikirləriniz biraz daha pisləşər, biraz daha sürər. Bu videoya 2000 like gəlsə, YouTube-dan nə qədər qazandığımı açıqlayacağam. Gəl, bombanı partlat. Olar. Beləliklə bugünkü buraxılışın sonuna gəldik. Gələn dəfəki videolarda hansı qonağın olmağını istəyirsinizsə, kommentlərdə bildirə bilərsiniz. Bu arada kanala abunə olmağı, videoya like atmağı, şərhlərdə isə öz fikirlərinizi bildirməyi unutmayın. Fərəcin də kanalını açıqlama qismində qoyacağam, ona da baxa bilərsiniz. Gələcək videolarda görüşmək üzrə. Sağ olun. Sağ olun, salamat qalın.